Salam, hər vaxtınız xeyir olsun dostlar. Deməli, bu günləri gəlmişəm. Məndən soruşursunuz, hansı flitlə işləyirsən, hansı flitə qoşulaq, hansı etibarlıdır. PFN Group flit qrupuna gəlmişəm, yəni bizi dəvət ediblər, sizin üçün çəkiliş edək. Bir-iki suallar verəcək, Emil bəyə biz sualları verəcəyik və növbəti olaraq video paylaşacağıq. Videonun altında həm nömrə paylaşacaq, nömrə ilə əlaqə saxlayacaqsınız, konum atılacaq və dair şərtlər deməli deyəcək. Evet, salam aleyküm Emil bəy olsun. Salam, Deməli, hoş ilk sual, verdiyim sual olacaq ki, neçə yaşından Boltda və Voltda işləmək olar və hansı şərtlərlə? 18 yaşından həm Boltda, həm Voltda qeydiyyat qəbul olunur. 16 yaşdan 18 yaşa qədər də valideynlərdən birinin icazəsi kifayət edir. Valideynlər. Sonra növbəti sual. Məsəl üçün mən gəlmişəm Boltda və ya Voltda qoşulmaq istəyirəm. Piyada olsun, velosiped olsun, motosiklet, maşın olsun. Mən nə etməliyəm? Deməli sizə yazdım. Okay, sizə yazdım. Bəli, fərq etmir. Bizdə özümüzdə skuterlər, 100 kilometr gedən skuterlər icarəyə verilir və elektrovelsipedlər icarəyə verilir. Onlarda da 45 kilometrdir. Amma yəni öz texniki vasitələrlə də qoşulmaq olar. Məsəl üçün moto olsun, elektrovelsiped, sonra skuter, maşın, piyada fərq etmir. Hər biri ilə qoşula bilərik. Aha, deməli sizə yazdıq. Neyinə? Şəxsiyyət vəsiqəsi tələb olunur. Şəxsiyyət vəsiqəsi, bəli. Qeydiyyat fərqi var, rayon Gmail adres, əlaqə nömrəsi yox, qeydiyyat fərqi. Heç bir ehtiyac yoxdur. Deməli, texnikamız yoxdursa, indi ətraflı məlumat verəcək velosiped barəsində. Online bir də offline da, yəni həm gəlmək də olar, həm də online telefona, WhatsApp-a yazıb, indi telefon nömrəsi qeyd olunacaq. Bəli. Yazıb orada şərtlər bilinəcək. Deməli dostlar, qoşulma ödənişlidir, qoşulma ödənişlidir. Amma siz desəz ki, mənim kanalımdan gəldi, sizə indirim olacaq. Bəli. 50% endirim. 50% endirim olunacaq. Yazacaqsınız ki, İlyas Motovlog kanalından gəlmişəm və sizə endirim olacaq. Endirim olandan da sonra qoşulma nə qədər vaxt çəkir? Qoşulma 24 saat deyirik. Bəzən bu artıq Bolt və Voltdan asılıdır. Bəzən daha tez ola bilər. Bir gün ərzində. Bəli. Başa düşdüm. Bir də qazancın neçə faizi çıxılır? Tutaq ki, 100 manat Voltda və Voltda bir də o barədə də. 2% fərq eləyir. Deməli, Voltda 20%dir, Voltda 22%dir. Voltda 20. Yəni hər gündə ödəmə olunur. Hər gündə ödəmə. Bəli, bazar günləri çıxmaq şərtilə hər gün ödəmə olur. Heç bir proqram vasitəsilə deyil, özümüz sizə göndəririk. Sizə yazmaq ehtiyac var, yoxsa siz Yox, hər gün olaraq günortaya qədər artıq ödənişlər. Sizə kart yönləndirilir, kartda Bəli. siz ödəniş edirsiniz. Bəzən kuryerlər çox olur, məsələn, günortaya qədər çatdırmırıq, 3-ə 4-ə qədər, yəni hamısını çatdırıb bütün ödənişlər O olur. normal bir şeydir, Bəli. problem deyil, olmur. Deməli Emin bəy, biraz da bu skuterdə, elektrovelosiped Elektrovelosiped, bu skuterdə barəsində də məlumat da verərdiniz. Misal üçün bunu icarəyə götürmək istəsək, bunu günlük 10 manatdır, həftəlik 60 manat, 45 kilometr gedir, 35-45 kilometr. Təbii ki, bu kuryerin çəkisindən asılıdır. Belə deyək də, yoxuşun dikliyindən asılıdır. Yəni sadə bir şeylər, yəni qeyri-adi heç bir şey yoxdur. günlük 10 manat. Bunu Bəli. götürmək üçün misal üçün Bunu götürmək üçün 3 dənə qohum nömrəsi götürürük, bir də depozit götürürük, amma depoziti yəni razılaşmaq olur. Aha, Depoziti yəni yəni öz münasib eləmək aramızda olar. münasib eləmək olur. Bəli. bu bir batareya ilə verilir, yoxsa Bəli. Hələ ki bir batareya ilə verilir, amma önümüzdəki vaxtlarda 2 batareya ilə də planlaşdırırıq. deməli siz də demişdiniz, sizdə əlavə elektrik skuter var. Onu Skuterlər. özünüz bir ara çəkib mənə göndərərsiniz. Skuterlərdə çəkərik. Onlar da X9 Pro modelidir. 100 kilometr yazılıb. Orada təxminən 80-100 arası yenə çəkidən asılıdır. Bəli, yəni mən araşdırmışam, ondan yüksək, yəni kilometraj mən görmədim açığı. Normaldır, motosikletlə belə dostlar, mənim motosikletim buradadır. Motosikletlə belə işləyirəm, velo akkauntla işləyirəm. Heç 60 bir də görsən keçir. Bəli. Və dostlar, belə yüngül məlumat verdi. Yüngül deyəndə bütün məlumat verdi. İndi yerləşir, belə gəlmək istəsəz bir dənə göstərə bilərəm də siz. Tesla servisin, bəli. Bir dəqiqə kömürlüyüm. Tesla servisin arxası. Konum göndəririk biz. Deməli yerləşir Binəqədidə. İndi burayı kim tanıyırsa, Tesla servis hansı tərəfdə? Buradadır bu tərəf. Buradadır. İndi çöldən də göstərəm. Deməli taksi ilə də qoşulmaq olur. İndi taksi ilə qoşulmaq üçün yəni Əlavə bəli şərtlər nömrə bizim kanala əsas bu kuryerlərə aiddir. Amma nömrə ilə əlaqə saxlayarsınız, bütün şərtlər deyəcək. Deməli bir də ki məlumat verilmişdi ki, Boltda və ya Voltda maşınla da işləmək olur. Bəli, Maşın ili fərqi yoxdur. Qoşulmaq şərtləri nə idi? Orada əlavə maşının sənədi, texpasport lazımdır. Əgər texpasport kuryerin öz adınadırsa, okey, yox, adına deyilsə sadəcə etibarnamə kifayət edir. Bir də sürücülük vəsiqəsi. Maşın da fərqi yoxdur da, yəni ili. Yəni adi sənədlərdə də qeyri-adi bir sənəd tələb olunur. Şəxsiyyət vəsiqəsi,
sürücülük vəsiqəsi, texpasport və s. Yəni belə qeyri-adi bir sənədlər. Amma şeydir dostlar, yəni taksi ilə səhv salmayın da, taksinin tələbatı başqadır, birdən fikirləşərlər. Heç nə, indi biz də Allah qoysa qoşularıq. Deməli, sizin sualınız varsa, siz bir dənə altda yazarsınız. İndi çalışacağam bildiyim qədər sualları cavablandırım və Emin bəylə əlaqədə olacağıq. Sırf deməli dostlar, yenə də deyirəm, qoşulmaq üçün bax nömrə, telefon nömrəsi ekranda görəcəksiniz. Bu nömrəyi yazaraq deyirsiniz ki, İlyas Motovlog kanalından gəlmişik, sizə qoşulmağa endirim olacaq. Amma çox xahişim, boş adamlar, yəni işləmək fikriniz yoxdursa, yalandan nə bizim, nə Emin bəyin vaxtını almayın. Özünüzdən müğayət olun uğurla. Allah qoysa bugün təzədə videomuz çıxacaq.